Ümumiyyətlə, Directdə, sosial şəbəkələrdə bizim ünvanımıza çox gözəl mesajlar həmişə ünvanlanır və bu da mənə çox motivasiya verir. Lakin son yaşanan hadisələrdən sonra Directə heç tanımadığım insanlar tərəfindən o qədər iyrənc mesajlar gəlir ki, yəni motivasiyamızı öldürməməyə çalışırıq. Çünki biz bu cəmiyyətin ən önəmli işi ilə məşğuluq, insanlara şəfa verməklə məşğuluq. Demək, bir mesaj gəlib ki, bəs bir xanımın yaxını 3 il müalicə alıb, kimioterapiyalar alıb, saysız hesabsız və o cümlədə verilən sualın cavabı var idi. Yəni bu pasiyent, 4-cü mərhələdə olan pasiyent bu qədər 3 il müddətinə yaşayıbsa, o yaşamağı da aparılan müalicələr hesabınadır. Və xanım həkimlərə üsyan eləyir ki, siz bu qədər müalicə eləmişsiniz. Yəni mənim də pasiyentim deyil, heç bilmirəm kimin pasiyentidir. Və üsyan eləyir ki, bu qədər müalicələr alıb, bu cəmi 3 il yaşadı. Yəni belə desək, əgər o müalicə almasaydı, çox qısa bir zaman ərzində tələf olacaqdı. Aparılan müalicələr hesabına ən azı bu 3 il əzizlərinlə bir yerdə vaxt keçirdim. Ona görə bilib-bilmədən heç kəsi, ən çox da həkimləri yargılayıb bizi həvəsdən salmağa çalışmayın.